Fırvolun şirkətinin peşəkarı və eləcə də həkim Anar bəy iş başındadır. Təbii ki, Anar bəydən də 5 nömrə çay haqqında öz nəticələrini və bilgilərini əldə etmək istəyirik. Anar bəy. Salam. Deməli 5 nömrəli çayı mən öz üzərimdə sınaqdan keçirtmişəm hələ bir neçə illər bundan öncə. Mədəmdə ciddi problemlər olmuşdu. Qastrit idi, sonra keçmişdi, belə deyək də, qastroduodenitə, 12 barmaq bağırsağın və onun medikamentoz müalicəsi çox çətin idi, eləyə də bilmirdilər də. Vaxt aşırı yenə ağrılar, spazmalar əmələ gəlirdi. Daha bu şirkətlə tanış olandan sonra bu çay nömrə 5-i Lyoka Pişkivarenyada bunu mən qəbul edəndən sonra və nəticəni gördüm. Sınaqdan keçirdiniz. Necə? Sınaqdan keçirdiniz. Sınaqdan keçirtdim və öz üzərimdə bunun gözəl nəticəsini gördüm. Odur, budur, mənim mədəmdə indi artıq belə bir problemlər demək olar ki, yoxdur. Əla, çox gözəl. Təşəkkür edirəm. Sağ olun.